Salam əziz dostlar. Baxın, hündür bir yerə, yəni qonmuş arını bu formada da tuta bilərsiniz. Yəni arının işlənmiş bir ramkasını içində nə olur olsun, boş da ola bilər. Gətirib böyrənin qonduğu oturduğu yerə bir ağacla, prisposableniyyə ilə, nə ilənsə, bir şey ilənsə qaldırıb həmən yerə söykəmək lazımdır. Söykəyəndən sonra heç narahat olmayın, arı böyrəsi heç bir yerə getməyəcək. Onlar ancaq ana ilə ora qonacaqlar, öz yuvalarını bilib, hamısı keçəcək ramkaya, gördüyünüz kimi. Və siz onu ara aparıb yeşiyə boşaltdığınızı rahat və əlverişli üsulla yerinə yetirəcəksiniz. Sağ olun.